Değerli izləyicilər, zəhmət olmasa kanala abunə olun. Çünki bu kanal üçün çox vacibdir. Bugün sizə lift haqqında danışacağım. Lift, insanların və yüklərin bir mərtəbədən digərinə daşınmasını təmin edən, vertikal hərəkət edən bir qurğudur. Şaquli liftlər ən çox istifadə edilən növdür və vertikal hərəkət edir. Yük liftləri. Bu liftlər böyük və ağır yükləri daşımaq üçün istifadə olunur. Liftlər fərqli şəkillərdə tarix boyu olmuşdu. Lakin müasir liftlərin də əsas kökü sayılan liftlərin qurucusu New Yorkda Corolla fabrikasında çalışan texnik Elisha Graves Otis olmuşdu. O, 1852-ci ildə təhlükəsizliyi artıran liftin sistemini təqdim etdi. 1853-cü ildə New York şəhərindəki The Crystal Palace binasında olan sərgidə təhlükəsiz lift modelini nümayiş etdirdi. Bu ixtira hündür binaların tikilməsinə və şəhərsalmanın inkişafına böyük təsir etdi. Bu ixtiraya qədər liftlər də əsasən yüklər daşınılırdı. Təhlükəsiz liftlərin ixtirasından sonra bu liftlərdə insanlar da daşınmağa başlandı.